əhl-i sünnətin tövhid məsələsində, tövhid fəslində mənhəcidir və tövhidi yaymaqda, tövhidlə başlamaqda olan mənhəcidir. Və burada birinci qayda odur ki, əhl-i sünnə tövhidi yaymaqda, səhih əqidəni yaymaqda və tövhidə hərislikdə bütün firqələrdən seçilirlər. Əhl-i sünnətin bütün firqələrdən tövhidi yaymaqda, tövhidə həris olmaqda həris olmasıdır. Və bu Peyğəmbər sallallahu aleyhi və səlləmin verdiyi tərbiyədən irəli gəlirdi. Allah Resulü sallallahu aleyhi və səlləm tövhidin əksi olan şirk və şirki aparan bütün yolları bağlamışdı. Və daima sahabələrinə tövhidi aşılayırdı. Hər bir anlarında onlara tövhidi öyrədirdi. İlk vəhiy gəldiyi gündən vəfat etdiyi günə qədər Rasulullah sallallahu aleyhi və səlləm sahabələrinə tövhidi aşıladı. Məkkə dönəmində 10 il yalnız "Qulu la ilahe illallah tuflihu", Allahdan başqa haqq ilah yoxdur deyin ki, qurtuluşa çatasınız deyə dəvət etdi. Sonra namaz fərz olundu, sonra zəkat, oruc və digər şəri əhkamlar. Amma bununla belə Rasulullah sallallahu aleyhi və səlləm nə Məkkə dönəmində, nə Mədinə dönəmində heç zaman tövhidə dəvəti tərk etmədi. Və qəzəblənəndə də yalnız tövhiddə olan kim, sahabələrdə kimdəsə tövhiddə bir naqislik görərsə, o zaman Rasulullah sallallahu aleyhi və səlləm qəzəblənərdi. Necə ki, sahabələrdən məsələn biri gəlirdi ki, "Məşə Allah və şi't", Allah və sən istədin deyə oldu. Peyğəmbər sallallahu aleyhi və səlləm qəzəblənir, deyir ki, "Məni Allaha ortaq mı etdin?" De ki, tək Allah istədi deyə baş verdi. Və Rasulullah sallallahu aleyhi və səlləm şirkə aparan bütün yolları bağlayırdı və tövhidi bu şəkildə himayət edir. Və həmçinin onun səhabələri də tövhidi bu şəkildə həris idi. Necə ki, Ömər radiyallahu anhu xilafəti dövründə Kəbəyə gəlir, Həcərül Əsvədin, Qaradaşın qarşısında durur. Bütün insanların eşidəcəyi bir səslə deyir ki, "Ey Həcərül Əsvəd, ey Qaradaş, mən bilirəm ki, sən nə bir fayda verə bilərsən, nə də bir zərər verə bilərsən. Allah Resulü sallallahu aleyhi və səlləmin səni öpdüyünü görməsəydim, səni öpməzdi." Və bunu deyərək Qaradaşı öpür. Yəni deyir ki, biz Qaradaşı nəyə görə öpürük? Ey insanlar, biz Qaradaşı ona görə öpürük ki, çünki Rasulullah sallallahu aleyhi və səlləm öpüb. Sırf bu ibadət budur. Yəni oradan biz fayda gözləmirik və hər hansı bir zərərin dəf edəcəyini biz ummuruq. Allah Resulü sallallahu aleyhi və səlləm bizə əmr edib və o şəkildə də biz yerinə yetiririk. Və bu şəkildə sahabələrini, öz əshabını, öz tələbələrini Ömər radiyallahu anh tərbiyə etmiş olur. Və həmçinin Ömər radiyallahu anh eşidəndə ki, insanlar Ridvan beyyətində beyyət etdikləri, hansı ki Peyğəmbər sallallahu aleyhi ve sellemə beyyət edir sahabələr, 1400 nəfər sahabə və ağac altında beyyət edirlər. Eşidir ki, bəzi insanlar həmin ağacı ziyarət edirlər, həmin ağacın altında namaz qılırlar. Ömər radiyallahu anh bunu eşidəndə ilk işi o ağacı gecə ilə kökündən çıxardıb yox etdirmək olur. Allah Teala Quranda buyurur ki, "Laqad radiyallahu anil mu'minina iz yubayyi'unaka tahta ash-shajara." Ağac altında sənə beyyət edən möminlərdən Allah razı oldu. Allah Teala orada ağac altında kəlmə seçir. Həmin ağacı bəzi insanlar Ömər radiyallahu anh vaxtında ziyarət yerinə çevirir. Gedirlər, həmin ağacı ki, görə hansı ağacın altında beyyət ediblər və yaxud bəzilər orada namaz qılırlar, yəni namazı Allah üçün qılırlar. Ömər radiyallahu anh həmin ağacı kökündən çıxardır. Və bu bizim üçün bir tərbiyə məktəbidir. Bugünkü günü yəni salihlərin, yəni və yaxud Allah dostlarının etdiyi bir əməl və yaxud peyğəmbərlərə nisbət olan yerləri insanlar ziyarət yerinə çevirməsi. Hansı ki, o yer ziyarəti sünnədə gəlməyib. Xüsusən məsələn Mədinəyə gələn insanların Mədinədə ziyarət olunması məşru, yəni olmayan, buyurulmayan yerləri bir gəzməsi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buradan keçdiyi deyilir, burada dayandığı deyilir deyə ziyarət etməsi bu sahabələrin yolu olmayıb. Sahabələr bu yollardan çəkindiriblər. Bu əməllərdən çəkindiriblər. Bu da nədir? Tövhidi hərislikdən irəli gəlir. Niyə görə? Çünki zaman-zaman insanların şirkə düşməsinə səbəb olur. Bugünkü günü kimsə məsələn həmin yerlərdə gedib deyək ki, namazı Allah üçün qılırsa, zaman-zaman məsələn insanların arasında cəhalət artdıqda insanlar məsələn zənn edə bilərdi ki, həmin ağac altında namaz qılanlar haqqında zənn edər ki, həmin ağaca namaz qılırlar və insanların şirkə düşməsinə səbəb ola bilərdi. Və bu yüzdən də Ömər radiyallahu anh həmin ağacı kökündən çıxardır. Və həmçinin varid olur ki, Ömər radiyallahu anhu həcdə olanda və görür ki, insanlar
həcdən qayıdar zaman bir yerdə namaz qılırlar. Deyir ki, sizə nə olub, niyə namaz qılmır, nə edirsiniz burada? Deyirlər ki, bu yerdə Peyğəmbər sallallahu aleyhi ve sellem namaz qılıb. Ömər radiyallahu anh, baxın görün onlara nə deyir? Deyir ki, kitab əhli bu şeylərə görə həlak oldu. Peyğəmbərlərin əsərlərini, getdiyi yerlərini özlərinə namazgah etdilər. Sizdən kimin namaz vaxtı gələrsə, namazın vaxtı gələrsə, namazını qılsın. Amma namaz vaxtı gəlməzsə, o harda namazın vaxtı yetişərsə, orada namazını qılsın. Yəni, buranı namazla xüsusiləşdirməsin. Və bu, Ömər radiyallahu anh açıq aydın çəkindirməsidir. Və bu da onun tövhidə olan hərisliyindən xəbər verir. Həmçinin Ömər radiyallahu anh məşhur Daniel əleyhissalamın qissəsini, yəni bir çoxlarınız bilirsiniz. Ömər radiyallahu anh xilafəti dövründə nə zaman ki Sasanilər dövləti fəth olunur, Əbu Musa əl-Əş'ari radiyallahu anh orada ordunun başında olur və Əbu Musa əl-Əş'ari radiyallahu anh deyir ki, Ömər radiyallahu anh məktub göndərir, deyir, ey əmrəl-müminin, biz burada Daniel aleyhissalamın cüssəsini, onun cəsədini tapdıq. Elə bir ki, Sasanilərin onların əlində olur. Onlar quraqlıq olanda onun cəsədinlə çölə çıxardı ki, yağış yağsın deyə və onunla təbərrük edərdilər. Və insanlar arasında yayılır ki, bu Daniel aleyhissalamın, Daniel peyğəmbər Bəni İsrailə göndərilmiş peyğəmbərlərdən də, düzdür, adı Quranda, sünnədə keçməsə də, amma yəni kitab əhlinin İsrailiyyətdə adı varid olan peyğəmbərlərdəndir. Və Ömər radiyallahu anh ona əmr edir, Əbu Musa əl-Əş'ari radiyallahu anh'a məktub yazır. Çünki Ömərdən məsləhət istəyir. Ömər radiyallahu anh deyir ki, sən və öz ətrafında olanlar onu elə bir yerdə dəfn edin ki, onun yerini heç kəs bilməsin. Və Əbul-Aliyə rəvayət edən, həmin qıssəni rəvayət edən Əbul-Aliyə deyir ki, biz gündüz vaxtı şəhərin müxtəlif yerlərində 13 dənə qəbir qazdıq. Əbu Musa'nın ətrafında olan adamlar 13 dənə qəbir qazdıq və gecə ilə onu qəbirlərin birinə dəfn edərək hamısının da üzərini eyni şəkildə örtdük. Və sabahsı gün onun harada dəfn olduğunu artıq heç kəs bilmədi. Ömər radiyallahu anh deyərdi ki, qoy bu da peyğəmbərdir, bunun da qəbirinin bir üzərinə məşhəd tikək, türbə tikək və s. Bu peyğəmbər sallallahu əleyhi və səlləmin və yaxud onun sahabələrinin yolu deyildi. Baxın, onlar bu məsələdə necə həris olublar. Onlar, yəni peyğəmbərlərin əsərlərini türbələrə çevirmək və ya sahabələrin, salihlərin əsərlərinə türbələr tikmək, onların üzərində qübbələr ucaltmaq, onları ibadətgaha çevirmək, bu onların yolu olmuyor. Və eləcə də sələflər, sahabələrdən sonra gələn xeyirli nəsillər də bu yol üzərində davam edib. Həmçinin 4 imam da bu yol üzərində davam edib. Məsələn, Əhl-i Sünnətin imamlarından Maliki məzhəbinin imamı İmam Malik rahimehullah buyurur ki, deyir, heç kəsin Peyğəmbər sallallahu aleyhi ve sellem qəbrinin yanında dayanıb dua etməsini icazəli, heç kəsə icazəli görmürəm. Lakin salam verib və keçsin. Gəlsin, Peyğəmbər sallallahu aleyhi ve sellemə salam versin və keçib keçsin. Orada dayanıb dua etməyi deyir, icazəli görmürəm. Bu barədə necə ki, Şifa kitabında, Qaldı İyadın Şifa kitabında 2-ci cild 199-cu səhifədə keçir. Həmçinin digər imamlar da, Əhl-i Sünnətin digər imamları da eyni mövqedə olublar. Necə ki, İmam Əhməd, İmam Şafi və yaxud İmam Əbu Hanifə rahimehullah, onlardan varid olur ki, onlar Peyğəmbər sallallahu aleyhi və səlləmin qəbrinin yanında qəbirə çevrilərək dua etməyi qadağan ediblər. Dua edənin də dua etdiyi zaman qibləyə çevrilməsini əmr ediblər. Hamısı tövhidə hərislikdən xəbər verir. Necə ki, bu barədə İmam Əbu Hanifədən varid olur ki, o qəbirlərin üzərində ev tikməyi, qübbə tikməyi, bu kimi əməllərin və yaxud onun üzərinə nişanələr qoymağı icazəli görməyib. Bunu kərahətdən sayıbdır. Məkruhluq da İmam Əbu Hanifə rahimehullahın istilahında haramlıq mənasındaydı. Necə ki, bu barədə Əbu Yusufdan varid olur ki, Əbu Yusuf deyir ki, Əbu Hanifədən soruşdum ki, İzə qultə fi şeyin akrahuhu fəmə ra'yukə fih, qalə ət-təhrim. Əbu Yusuf deyir ki, Əbu Hanifədən bir dəfə soruşdum ki, sən bir şeyə mən onu məkruh görürəm deyirsənsə, nəyi qəst edirsən? Əbu Hanifə dedi ki, mən orada haramlığı qəst edirəm. Bu, Saraxsinin Məbsud kitabında 11-ci cild 233-cü səhifədə varid olmuşdur. O göstərir ki, Əbu Hanifə rahimehullah qəbirlərin üzərində qübbələr tikməyi
və yaxud məşhədlər tikməyi qadağan edir. Amma bugünkü gün çox təəssüflər olsun ki, bir çox ölkələrdə özünə Hənəfiyik, biz Hənəfi məzhəbi üzərindəyik deyən bəzi ölkələr ki var və bir çox ölkələrdə, bir bəzi deyil, bir çox ölkələrdə Hənəfi məzhəbində getdiyini iddia edən ölkələrdə baxırsan ki, salih bir insan ölən kimi onun qəbrinin üzərinə məşhədlər tikərlər, onun qəbrinin üzərinə binalar ucaldarlar. Və bu Peyğəmbər sallallahu əleyhi və səlləmin nə onun yolu deyil, nə sahabələrin, nə də İmam Əbu Hənifənin yolu deyil. İmam Əbu Hənifənin qadağan etdiyi əməllərdən olub. Və insan bir məzhəbə nisbət olunursa, bir imama hörmət edirsə, necə olur ki, onun dediyinin tam əksini edir. Burada həqiqi ittiba, həqiqi sevgi harda qaldı? Deməli, bu yalancı bir iddiadan o tərəfə keçmir. Eyni şeylər İmam Malikdən də rəvayət ediyor və digər əhl-i sünnə imamlarından da varid. İmam Malikdən gəlib ki, İmam Malik Mədinədə yalnız Quba məscidi və Uhuddan başqa yeri ziyarət etməyi icazəli görmüyor. Uhud dağını, Uhud şəhidlərini və Quba məscidi. Bundan başqasını ziyarət etməyə icazə verməyibdir.